Herkese selamlar. Bu dersimizde zip, enumerate ve range funksiyalarının istifadə qaydalarını öyrənəcəyik. Bunlardan harda və necə istifadə etməliyik, onu sizə göstərəcəm. Pythonda enumerate, zip, range funksiyaları çox faydalıdır. Ən çox istifadə olunan funksiyalar da sayıla bilər. Bu funksiyalar müxtəlif verilənlər üzərində əməliyyat apararkən daha çox loop, yəni təkrarlanan döngülərdə daha səmərəli və oxunaqlı şəkildə funksiyaları, əməliyyatları yerinə yetirməyə kömək edir. Onlar həmçinin birlikdə də istifadə oluna bilər. İlk öncə range funksiyasından başlayaq. Range funksiyası ardıcıllıq yaratmaq üçün istifadə olunur. Onun üç dəyəri var: start, stop və step. Stop dəyərimiz harda dayandığını göstərir. Əgər biz yalnızca stop yazsaq, bu zaman default olaraq start dəyərimiz 0, step dəyərimiz isə 1 olur. Sadəcə burada nəzərə almaq lazımdır ki, mən əgər range 5 desəm, mənə 5-ə qədər olan ədədləri yazacaq. Amma 5-i daxil etməyəcək. Gördüyünüz kimi mən bunu bir listə bərabər edeyim. List formasına sala bilərik. Bunun üçün bu üsuldan da istifadə edə bilərik. Və yaxud da sadəcə list də deyə bilərik. A-nı çağırsam, görərəm ki, mənə 0, 1, 2, 3, 4-ü qaytardı. Burada dediyimiz kimi 0-dan başlayır və 5-ə qədər gedir, amma 5 daxil deyil. Bunu bu formada da list halına sala bilərsiniz və yaxud da sadəcə deyə bilərsiniz ki, məsələn, A bərabərdir list range 5. Burada 4 deyə istəyirsiniz və bunu yenidən A-nı çağırsam, gördüyünüz kimi yenə eyni qaydada mənə list qaytardı. Bu səfər 4-ü daxil etmədi 3-ə qədər. Start, stop dəyərlərini versək, burada mən 4 deyil də 1-dən 4-ə qədər istəyirəm, 0-dan deyil. Bu zaman step dəyərimiz default 1 olur. 1-dən 4-ə qədər 1, 2, 3-ü mənə qaytaracaq. Amma mən stepi də əlavə etsəm, o mənə neçədən bir dəyər qaytarsın, onu göstərir. Məsələn, mən 10-a qədər deyim və 2. Yəni 1-i versin. Aha, tamam. 2-ni istəmirəm, 3-ü versin. Yəni step olaraq, addım olaraq 2 dənə atsın mənə hər dəfəsində. Bu zaman gördüyünüz kimi ilk dəyərimiz start 1-dir. 2 vahid gedir 3, yenidən 2, 5, addımımız yenidən 2 və ən sonunda 9 gedir. Sadəcə 9-un üzərinə 2 gəldikdə artıq 11 eləyir. 11 də bizim stop dəyərimizdən böyük olduğu üçün artıq onu qaytarmır. Bəs step dəyərimiz başqa necə ola bilər? Step dəyərimiz biz aha, tamam, burada artma ardıcıllığı ilə sayırıq. Bəs mən geriyə saymaq istəsəm necə ola bilər? Bunun üçün mən -1-dən istifadə etməliyəm. Hansı ki, range aralığımı qeyd edirəm. Və mən 10-dan geriyə saymaq istəyirəm. Burada artıq 10-dan geriyə saydığımıza görə 10, 9, 8, 7, 6. Burada artıq start dəyərimiz 10 olur. Və mən 1-ə qədər saymasını istəyirəm. Hansı ki, 0 istəmirəm görünsün. Bu zaman 0 deyirəm. Yəni 0-u görən kimi dayansın və 0-ı məndən qaytarmasın. Və daha sonra artıq deyirəm ki, addımımı -1 et. Yəni müsbət 1 deyil də -1 geriyə doğru. Burada məntiq odur ki, step həmişə startın üzərinə gəlirik, bir növ toplayırıq ta ki, stopdan kiçik olana qədər. Artıq bərabərdir halında stop edir. Gördüyünüz kimi artıq 10-dan geriyə sayır, ta ki 1-ə qədər. 0 olduqda isə artıq dayanır. Range funksiyasından for döngülərində də istifadə edə bilərik. Məsələn, biz desək ki,
Ədədlərin kvadratlarını almaq istəyirəm. Bu zaman necə edə bilərəm? Bir list halında almaq üçün, məsələn, deyirəm ki, e, A bərabərdir x-in kvadratı olsun. For döngüsü ilə yazaq. For x in range funksiyasından istifadə edərək deyirəm ki, mən 1 ilə 6 arasındakı ədədlərin kvadratlarını almaq istəyirəm. Və bunu dedikdən sonra A-nı da çap etsin. Gördüyünüz kimi artıq burada bizim for döngümüz budur. Yeni yetiriləcək əməliyyatımız budur. Bu for compression gedir. Hansı ki for sadə döngümüz olduqda bir sətirdə yaza bilərik. Artıq 1 ilə 6 arasında, yəni 5-ə qədər 5 də daxil olmaqla hər bir ədədin kvadrata qaldırıb mənə qaytardı və list halına saldı. Range funksiyasından bu qədər. İndi isə ikinci funksiyamıza keçək. Enumerate funksiyası. Bu funksiya verilənlərin siyahısında həm indeksi, həm də value, indeksə uyğun dəyəri əldə etməyə imkan verir. Yəni bir dövrün ya da loopun içində həm elementin özünü, həm də o elementin sırasını alırıq. Burada sintaksisi iterable dəyərimiz, yəni nə təkrarlanır for döngüsündə istifadə olunur o və start dəyərimiz var. Hardan başlasın? O dəyərimiz də default olaraq 0 alır. Yəni siz bunu yazmasanız da olar. Artıq onun bir dəyəri var. Amma dəyişmək istəsəniz başqa bir dəyər mənimsədə bilərsiniz. Burada iterable üzərində iterasiya ediləcək verilənlər tipidir. Start isə indeksin başlanğıcıdır. Yəni biz demişdik ki, Pythonda indeksleme sıfırdan başlayır. Amma siz istəmirsiniz ki, 0 olsun. Bu zaman başlanğıc dəyərini 1 olaraq da təyin edə bilərsiniz ya da başqa bir dəyər təyin edə bilərsiniz. Artıq bu sizdən asılıdır. Bir nümunə üzərindən davam edək. Bizim alfabet sıramız olsun. Yəni listimiz. Ona dəyərlər mənimsədək. Və ardından mən for döngüsündən istifadə edərək həmin dəyərlərimi çapa vermək istəyirəm. Amma o dəyərlərimin indeksini də çapa vermək istəyirəm. Məsələn, for hələ ki bir nümunə üzərindən gedək. Məsələn, in burada artıq listimin adını qeyd edirəm və daha sonra əməliyyatımı qeyd edirəm. Burada artıq biz bir i dedik. Enumerate funksiyası avtomatik olaraq daxil etdiyimiz iterable obyektini, dəyərimizi, dəyişənimizi hissələrə, elementlərinə ayırır və onlara indeks verir. Bu formada artıq hər ikisi birgə gəlir və gördüyünüz kimi start, yəni indeks dəyərimiz 0-dan başladı. Burada realda da baxsaq görək ki, bizim A-mızın indeksi 0-dır və daha sonra 1, 2, 3, 4. 4 yoxdur. 3-ə qədər gedir. Bəs burada mən i deyil də ikinci bir şey də yazsam, hansı ki bunu indeks dəyər etsəm necə olar? Və hər ikisini ayrı-ayrı çap etmək istəyirəm. Indeks dəyər. Və bu formada artıq ikisini ayrı-ayrı çap edir. Əgər bir yazsaq burada bir dəyişən ya da dəyər bizə yalnızca tuple formasında hər ikisini bir element kimi qaytarır. Amma ikisini ayrı ayrılıqda istifadə etmək istəsək, bu zaman bu formada bu qaydadan istifadə edə bilərik. Və mən burada birdən başlasın istəyirəm.
Artıq gördüyünüz kimi indeksim sıfırdan deyil də bir oldu. Bunun mənası o deməkdir ki, yəni mənim birinci elementim A-dır və mənim 4 dənə elementim var. Yəni bu məntiqlə bir yaza bilərsiniz. Eee, Digər bir funksiyamız zip funksiyasıdır. Zipin sintaksisi bu formadadır ki, burada artıq dövr olunacaq dəyişənlərimiz olur. Zip funksiyası bir neçə iterable veriləni, məsələn, siyahı ola bilər, tuple ola bilər, bunları birləşdirməyə və hər birinin müvafiq elementlərini tək bir tuple halında yığmağa bizə imkan verir. Sadəcə burada əsas şərt odur ki, daxil etdiyimiz verilənlərin uzunluqları bərabər olsun. Yəni elementlərinin sayı eyni olmalıdır. Nümunə üzərindən gedək. Məsələn, bizim 2 siyahımız var. Adlar deyək. Mən bunu məsələn, Əli, Anar və Ayşən deyək. Və onlara uyğun yaş listemiz var. Bizə hər ikisi ayrı-ayrılıqda verilib və mən bunları birləşdirərək çapa vermək istəyirəm. Bunu necə edə bilərəm? Bu zaman zip funksiyasından istifadə edirik. For döngüsündə həm ad, həm də yaş istəyirəm və daha sonra in deyərək zip və listlərimin adını qeyd edirəm. Burada əsas məsələ budur ki, zip funksiyası paralel olaraq hər birini birləşdirir. Və daha sonra əməliyyatımı qeyd edirəm. Ad və yaş. Və run etdikdə görərəm ki, Əli 12, Anar 23, Ayşən 34. Yəni paralel olaraq etdiyi üçün indekslər bir-birinə eyni olur. Yəni 0-cı indeksdə hər ikisində nədirsə, onu da bizə qaytarır. Burada 3, 4, 5, yəni sonsuz sayda istədiyiniz qədər siyahı ola bilər. Burada gördüyünüz kimi adlar və yaş listimin uzunluğu eynidir. Amma bəs uzunluqları fərqli olsaydı necə olardı? Məsələn, mən bura əlavə bir yaş daha qeyd edirəm və yenidən run edirəm. Gördüyünüz kimi 3-ü çıxdı. Çünki paralel olaraq getdiyi üçün eyni indeksləri götürür və artıq birində yoxdursa qaytarmır onu. Yəni burada zip zamanı geri dönəcək dəyərlərin sayı minimum olanın sayına bərabərdir. Məsələn, burdan deyirlər, burada əlavə bir olsaydı, məsələn, birini silirəm, 2 dənə olsun. Bu zaman gördüyünüz kimi Əli və Anar qalacaqdı. Bunun sayını artırsam, və yenidən run etsəm, görərəm ki, yenə 3-ünü qaytardı mənə. Yəni burada uzunluqlar fərqli olsa bizə error qaytarmır, amma uzunluqlar fərqli olduqda biz bəzi məlumatlarımızı, dəyişənlərimizi itiririk. Yəni zip bizə onları qaytarmır. Biz zip və enumerate ya da range funksiyalarımızı bir yerdə istifadə edə bilərik. Məsələn, bir nümunə üzərindən keçsək, bizim məhsul kateqoriyalarımız var. Bu məhsul kateqoriyalarımızı list halına salaq. Burada A kateqoriyası deyək, B və C kateqoriyası.
və həmin məhsulların da qiymətləri var deyək. Bunlar da list halındadır. Məsələn, 23 deyək. Və biz bunları for döngüsündən istifadə edərək çapa vermək istəyirik. Amma birinci, ikinci, üçüncü, dördüncü kateqoriya deyə də göstərmək istəyirik. Bu zaman biz həm enumerate, həm də zip funksiyalarından istifadə etməliyik. For döngüsü yazıram. İndeksim məhsulum və qiyməti. Bu zaman in deyirəm və zip listimi burada artıq birləşdirirəm. Məhsul və qiymətlər. Və daha sonra əməliyyatımı qeyd edirəm. Print versin. F-stringdən istifadə edəcəm. İndeks olaraq və daha sonra məhsul və qiyməti mənə göstərsin. Sadəcə biz indi burada bir error alacaq. Bunun səbəbi də nədir? Biz ilk öncə birinci yazılan funksiyanı icra edirik burada. Məhsul və qiymətləri birləşdirir. Amma biz demişdik ki, birləşdirdikdə hər uyğun cütləri tuple formasında qaytarır. Yəni burada artıq bizim tuple'larımız var. Və daha sonra enumerate ilə onlar iki halda qaytarır. İndeks və bizim dəyərimiz. Yəni enumerate bizə 2 dəyər qaytarır. Biz isə burada 3 dəyər yazmışıq. Bu səbəbdən bu indeksimiz ilk dəyərimizdir. Bu ikisi isə birlikdə tuple formasında bizim ikinci dəyərimiz olacaq. Və artıq run etdikdə funksiyanın adını səhv yazmışam. Və run etdikdə görərik ki, 0-cı indeksdən başlayaraq məhsulum, qiyməti, məhsulum, qiyməti, məhsulun qiyməti olaraq verdi. Mən burada default olaraq 1-dən başlasın da deyə bilərəm. Və yenidən run edirəm. 1-dən başlayaraq mənə bütün məhsullarımı və onlara uyğun qiymətlərini qaytardı. Gördüyünüz kimi burada bizi error qaytarır. Bu unpack ilə bağlıdır. Çünki bizdə 3 dəyər demişik ki, o sənə 3 dəyər qaytaracaq, amma əldə olunan 2 dəyərdir. Yəni Python sənə deyir ki, sən mənə demisən ki, 3 dəyərin qayıdacaq o funksiyadan, amma funksiya mənə 2 dəyər verir. Yəni bu səhv uyğunsuzluq var. Bu səbəbdən bunları tuple formasında qeyd etməliyik. Bu dərsimizdə range, hansı ki ardıcıl rəqəmlər yaratmaq üçün istifadə olunur. Enumerate, indeks və dəyəri eyni vaxtda əldə etmək üçün istifadə olunur. Zip, bir neçə iterable obyekti paralel birləşdirmək üçün istifadə olunur. Bu funksiyaların Pythonda necə istifadə olunduğunu öyrəndik və bəzi hallarda onları birlikdə də istifadə edildiyini də gördük.